Növbəti bir mənzildə hamınızı salamlayıram YouTube kanalımız izləyiciləri. Yeni bir mənzillə qarşınızdayıq. Bugün 4 otaqlı bir mənzili tur edəcəyik və bunu sizlərə yaxından tanış etməyə çalışacağım. Şəhərdə alternativi olmayan bir mənzil. İstər qiymət baxımından, istər ərazi baxımından, istər mənzilin ölçüsü, təmiri və dizaynı baxımından alternativi olmayan bir mənzildir. Yəni siz bu qiymətə şəhərin heç bir bölgəsində, heç bir ərazisində belə təmirli, belə ölçüdə bir mənzil tapa bilməyəcəksiniz. Əlbəttə ki, mən mənzilin yerləşmə ərazisini də üstün tutaraq deyirəm. Hal-hazırda mənzilimizin qonaq otağındayıq dəyərli izləyicilərimiz. 191 kvadrat ölçülü bu mənzil Səməd Vurğun küçəsində Qış Parkının yaxınlığında 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Belə bir geniş qonaq otağına malik bir mənzildir. Geri qayıdacağım, keçək mənzilin giriş hissəsində mənzilin proyekti ilə ilk öncə tanış olaq. Mənzil haqqında tam məlumatları və qiyməti sizlərə qeyd edəcəm dəyərli izləyicilərimiz. Burada mənzilimizin giriş hissəsi yerləşir. Baxın, giriş qapıdan daxil olduq. Belə bir dəhliz hissə bizi qarşılayır. Çox geniş bir dəhliz hissə var. Döşəmə qranit mərmərdən istifadə olunub. Girişdə daxil olduqda qarşımızda güzgülü açarlıq hissə yerləşir. Sağ hissədə tam boy tavana qədər yığılmış qardırob hissəsi yerləşməkdədir. Baxın, divarlarda Venesiya məxməri boyadan, lepka işləmələrdən və buralardan güzgülü işləmələrdən istifadə olunub. Proyektlə ilk öncə mən sizə bu şəkildə izah edim. Çamaşırxana otağı, uşaq yataq otağı, geniş qonaq otağı, geniş mətbəx hissəsi, valideyn yataq otağı daxilində sanitar qovşağı, ikinci böyük yataq otağı orada yerləşir və burada isə ümumilikdə ayrı-ayrılıqda sanitar qovşaqları yerləşir dəyərli izləyicilərimiz. Baxın, bu şəkildədir. Soldan sağa doğru olaraq mən sizə mənzili tam ətraflı şəkildə təqdim edəcəm. Burada mənzilin ümumi sanitar qovşaqlarından biri yerləşir. Divar isə santexnik əşyalarla təchiz olunub. Keyfiyyətli materialların zövqü və tərzi burada görünür. Baxın, burada ikinci sanitar qovşaq olan hamam tualet hissəsi yerləşir. Lazım olan aksesuarlarla burada da təmin olunub. Burada mənzilin birinci yataq otağı yerləşir. Baxın, bu şəkildədir. Kifayət qədər geniş sahəyə malikdir. Lazım olan bütün təchizat burada qurulub. Baxın, kondisioner olsun, qardırob hissəsi, çıl-çırağı, yataq dəsti, buraları və make-up masası. Həqiqətən hər bir detal düşünülərək quraşdırılıb. TV-stand hissəsi quraşdırılıb burada da. Bütün otaqlarda soyutma və isitmə sistemi mövcuddur. Burada mənzilin valideyn yataq otağı yerləşir. Baxın, valideyn yataq otağı bu şəkildədir. Bu yataq otağında da həmçinin baxın, kondisioner yerləşdirilib. Daxilində sanitar qovşağı, qardırob hissəsi, yataq dəsti və sol hissədə make-up masası. Baxın, bu şəkildə yerləşdirilib. Döşəmədə parketdən istifadə olunur. Hündürlük 3 metrdən artıqdır. Yataq otağının daxilində olan sanitar qovşağımız bu şəkildədir. Burada mənzilimizin mətbəx hissəsi yerləşir. Çox gözəl bir mətbəx hissəmiz var. Dəyərli izləyicilərimiz, əziz xanımlarımızın ən çox sevdiyi yer bura olacaq. Mənə elə gəlir ki, eyvana çıxış hissəsi, elektrik, bütün otaqlarda elektrik jaluzi sistemlər, Bosch firmasına məxsus çox geniş bir soyuducu, elektrik tavar hissələri yerləşdirilib. Baxın, bu şəkildədir. Və mətbəx üçün lazım olan bütün avadanlıqlar və əşyalar tam şəkildə təchiz olunub. Döşəmədə burada da istipoldan istifadə olunub. Evdə yaşayış yoxdur. Hal-hazırda ev istidir. Yəni onu da qeyd edim sizə. Burada mənzilimizin geniş qonaq otağı. Baxın. Qonaq otağının möhtəşəmliyi bir başqadır. Bu evin ən gözəl hissəsi isə mənzilin qonaq otağıdır. Geniş kvadrat ölçüyə malik bir qonaq otağı və lazım olan bütün əşyalarla təchiz olunub. Baxın, belə bir qonaq otağı mövcuddur. Keçək mənzilin
digər hissəsi olan uşaq yataq otağı və camaşırxana hissəsi qalıb. Burada mənzilin uşaq yataq otağı yerləşir. Baxın, belə bir uşaq yataq otağı var. Uşaq yataq otağından da kiçik bir eyvana çıxış var. Uşaq yataq otağında lazım olan hər bir detal düşünülərək təchiz olunub. İkili yataq sistemi, qardırob hissəsi, aksesuarlıq hissələr, iş masası hər iki tərəfdə 2 ədəd iş masası yerləşdirilib, aksesuarlıq hissələr, elektrik açarları, soyutma sistemi və isitmə sistemi, həmçinin televizor da burada yerləşdirilib. Burada isə mənzilin camaşırxana hissəsi yerləşir. Baxın, bu şəkildədir. Həm yuma, həm qurutma hissəsi də yerləşdirilib. Döşəmədə istipoldan əlavə olaraq da trap hissə də orada qurulub. İndi isə mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm, dəyərli izləyicilər. Mənzilimiz Səməd Vurğun küçəsində, Qış Parkının yaxınlığında 16 mərtəbəli yeni tikili Kufcalı binanın 9-cu mərtəbəsində yerləşir. 191 kvadrat ölçüyə malik bu geniş bir mənzili sizlərə təqdim elədik. Tam təmirli və əşyalı, tam təchizatda, təmirdən sonra yaşayış olmayan bu gözəl mənzilimiz 920 min manata satışa təklif olunur. Alternativi həqiqətən də yoxdur. Bu qiymətə başqa ərazidə belə bir mənzildə yəni yoxdur. Qiymətdə endirim nəzərdə tutulub. Açar bizdədir. Gün ərzində mənzilə əyani şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə və mənzildə görüşənədək.